Əziz tamaşaçılarımız, xoş gördük sizi. Bu dəfə biz Hacıqabuldayıq. Hər dəfə biz Azərbaycanımızın rayon və kəndlərini ziyarətə gedəndə və müqəddəs oğullarımızın qapılarına gedəndə qürur hissi keçiririk. Çünki biz bir qəhrəmanın ailəsi ilə görüşə gedirik. Bu dəfə Hacıqabula gəlməyimizə səbəbkar isə bizim Qazi qardaşımız və hər dəfə proqramlarımızdan gördüyünüz Qadir olub. Qadir söylədi ki, Hacıqabulda biz mütləq Hikmət dayını mütləq ziyarət etməliyik. Çünki Hikmət dayı vətən üçün, Azərbaycan üçün bir qəhrəman oğul böyütmüş və oğlunu Qarabağ torpaqları uğrunda qurban vermiş bir kişidir. Onun qapısını gedib döyməliyik. Sevə-sevə gəldik bura. Və bugün bura gələndə mənim əziz bacım, bizim malikimizin, itkin qardaşımızın, itkin şəhidimizin bacısı da bizimlə gəldi. Əziz bacım, yenə xoş gördük sizi. Şəhid ailəsi ilə, şəhidin əzizi ilə, şəhidin əmanəti ilə bir şəhidin qapısına getmək böyük bir qardır. Qürur duyuruq hamısını. Mən də salamlayıram. Və mən hər dəfə gəldikcə, belə oğulları gördükcə, həqiqətən qürur hissi ilə mən onlara gedirəm və fəxr edirəm ki, Azərbaycanın belə igid oğlanlar olub. İçində qarışıq mənim qardaşım da. Yəni, igid oğlanlarımızdan fəxr edirəm. Allah hamısına rəhmət eləsin. Bütün qazilərimizə can sağlığı versin. Nə bilim, Məkanı cənnət olsun. Məkanı cənnət olsun. Bura gələndə, kəndin girəcəyində, bura Rəncbər kəndidir. Bizim qəhrəman oğlumuzun burada da bir lövhəsi var. Kəndin girəcəyində də bir bulağı vardı. Və o bulağın üstündə mən çox sevindim ki, bütün döyüş yolu ilə bərabər eyni zamanda anadan olduğu gündən şəhadətə yüksəldiyi günə qədər bir tarixçəsi qeyd olunmuşdu. Bizim igid qəhrəman Fikrətimiz həm də Rəşadət ordenlidir, snayperçi olub. Xüsusi təyinatlı qüvvələrin giziri olub. Qəhrəman bir oğul olub və 2020-ci ildə bizim zəfər tariximizdə, o zəfər tariximizi yazan oğullardan biri olub. Snayperçi olaraq düşmənin 93-dən artıq, belə deyim, həmlə ilə o nöqtələri məhv edən bir qəhrəman oğlumuz olub. Məkanı cənnət olsun oğlumuzun. Evləri buradır, elə Qadir. Qadir, sizlə qohumluqları necədir? Nuray xanım, ilk öncə təşəkkür edirəm dəvətimi qəbul edib gəldiyiniz üçün. Hər zaman siz şəhid alərin qazı. Estağfurullah. Çox sağ olun. Hər zaman siz bizlərin yanında olmuşsunuz. Siz bizim bacımızsınız. Siz şəhidlərin bacısısınız, qazilərin bacısısınız. Buna görə mən sizə öz təşəkkürümü bildirirəm. Dəfələrlə şəhidimizin bacısı da gəlib, xoş gəlib, səfa gətirib. Fikrətlə atalarımız əmioğuldur. Yəni biz əmi nəvəsi gedirik, əmioğlu gedirik. Bir soyadın daşıyıcılarıyıq. Bəli, bir soyadın daşıyıcılarıyıq. Və uşaq vaxtından o hərbiçi xislətində böyümüşdü. Özü də baba, yəni Fikrətin babası da müəllim olub, mənim atam özü də müəllim olub, ziyalı ailəsində olub böyümüşük və vətənpərvər ruhla böyümüşük. Buna görə sizə təşəkkür edirəm. Başqa söz, Hikmət əmi də bizi gözləyir. Məkanı cənnət olsun bütün şəhidlərimizin. Dediyimiz kimi, bura Hacıqabuldur mənim əzizlərim. Bura Rəncbər kəndidir. Bu da bizim şəhidimizin mübarək evidir. Qapını gedək döyək görək kim açacaq. Gəl anam, gəl. Gəl bacım. Gəlmək olar. Xoş gördük sizi, xoş gördük əziz qardaş. Xoş gördük sizi, xoş gördük sizi, xoş gördük. Şəhid Malikin bacısıdır. Allah sana sağ olasın. Çox sağ olun. Sizin bu qardaş oğlu neçə müddətdir bizə deyir ki, əminin huzuruna getməliyik, əmi ilə gedib görüşməliyik, əmi sizi gözləyir. Qarabağ Azərbaycandır verilişin gözləyir. Bəli, əvvəla xoş gəlmişsiniz. Düz deyirəm, elə neçə vaxtı deyirəm, o da deyir imkan olan kimi Allah qoysun. Axırı ki imkan oldu Allah'a şükür. Sağ olun, var olun, Allah canınızı sağ olasın. Allah cəmi şəhidlərimizə rəhmətləsin. Hamısı vallahi bu haq yolunda getdilər onlar. Vallahi. Dili təqdimlədi. Sağ olun. Gedək gəlin. Gedək evə. Gedək bizim mübarək şəhidimizin bax bu evinə, ziyarətgahına. Şəhidlərimizin evi, şəhidlərimizin doğulub boya başa çatdığı yer, yurt, məhəllə, kənd bizim üçün müqəddəsdir. Biz Azərbaycanımızın hansı bölgəsinə gediriksə orada bir şəhid ziyarətgahı var, orada bir şəhid evi var. Demək ki, cəmi Azərbaycan bizim üçün müqəddəsdir. Azərbaycan əskəri, dayanma get
Bizim həm də bir missiyamız odur ki, əziz tamaşaçılarımız, Qarabağ Azərbaycandır verilişinin bax bu 5 ildə bir missiyası da ondan ibarətdir ki, biz mübarək şəhid ailələrini bir-biri ilə görüşdürürük, bir-biri ilə tanış edirik. Bu şəhidlik çox yüksək, çox ali bir rütbədir. Amma həm də burada bir evin, bir övladının itkisi var. Bunu da danmaq olmaz. Bu da çox ağırdır, qürurludur. Çox qürurludur, amma eyni zamanda valideyn üçün çox ağırdır. Və biz bu ailələri birləşdirdikcə, o ailələr bu qürurdan danışdıqca kədər geridə qalır. O ağırlıq yüngülləşir. Onlar bir-birlərini tanıdıqca, oğulların, qardaşların, ərlərin qəhrəmanlığından danışdıqca yalnız onun haqqında düşünürlər. Ona görə sizi bax bugün də mən tanış elədim. Allah köməyiniz olsun. Allah razı olsun sizlərdən. Nə yaxşı ki varsınız. Can. Bizim kimi anaları, ataları yadlayırsınız, evladımızı yadlayırsınız. Biz sizə çox minnətdarıq. Mən sizə minnətdaram. Çox Biz sağ olun. sizə minnətdarıq. Mənim təmənnasım Bu dəqiqə var. bizi izləyən bütün Azərbaycanlılar, bütün Azərbaycan xalqı biz sizə minnətdarıq. Sizə Sağ olun. siz heç kəsə deməyin minnətdarlığınızı. Sağ olun. Biz Sağ sizə olun. minnətdarıq. Belə, bax bu qapıdan içəri giririk. Biz əziz tamaşaçılarımız sizi sanki bir ziyarətgaha gətirmişik. Gedək. Əziz tamaşaçılarımız, maraqlı olan nədir? Bizim qəhrəman oğlumuz elə yeniyetməlik vaxtından hərbiyə bir sevgisi varmış. Və o öz istəyi ilə Naxçıvansk adına, Cəmşid Naxçıvansk adına hərbi liseyin tələbəsi olmaq istəyib. Amma hərbi komissiyada deyəsən səhhətində olan problemə görə onu götürməyiblər. Bax necə olub bu məsələ? Deməli, başdan danışıram da. Bu 8-ci sinifdə dedi ki, mən hərbiyə getmək istəyirəm. İndi biraz vaxt yubanmışdı, orada da qəbul vaxtı var. Yəni gecikdik. 9-cu sinifdə ayağın dirədiyi yerə ki, mən gedəcəm. Nəysə mən də qoşuldum, getdik Alqabırayımızda. Orada komissiyalardan keçdik, getdik ora, Cəmşid Naxçıvanskaya. Orada da sənədlərimiz adımızı hamısını rahladıq, verdik. Ayın planda dilər, gələrsiniz komissiyadan keçməyə. Orada nəsə problem yarandı, keçə bilmədik. Sonra ağlayırdı, oradan keçə bilməyəndə. Hərbiçi olmaq üçün. Vallahi qürur, yəni qəhər boğur mənə. Dedim, ay bala, hələ sən 9-cu sinifdə qutarmısan, hazırlaşqınan universitetə ver, elə də oldu. Hazırlaşdı, getdi universitetə qəbul oldu. Gəncə Texnologiya Universitetini oxudu. Bitirəndən sonra getdik, bəxtindən düşdük xüsusi təyinatlı qüvvələr. Özün istəyi Xidmətinin Allah haqqı. Özünə xidməti qutaranda dedi ki, da mənə diplom lazım deyil, mən elə əvvəlki həvəsim deyil, yəni mən hərbiçilə olardım. Belə. Bir gündə getdim məzuniyyətə, bir günlük məzuniyyətə, bazar günü daha doğrusu. Gələndə yolda müharibə şəraiti, dənə valideyn qorxur. Yolda gələndə dedi ki, zəng edəcəklərsə, telefon nömrü verəcəm. Yəni icazə verərsən, deyərsən ki, mən razıyam, qalsın hərbilər. Əvvəldən deməli sizi hazırlaşdırın. Mən də nə qədər onun hərbiyə sevgisi Allah olur. haqqı. Mən dedim ki, müharibə şəraiti daha bağlı. Mən zəng eləsələrlə icazə deyəcəm ki, yox, mən razı deyiləm. Elə də dediniz. Belə də dedim. Elə də o nə telefon nömrəmi verdi, nə mən zəng olundu, kiminsə telefon nömrəsini verdi, yağın dayısından zadından. O sahil qəsəbəsində dayısı Başqa bir yaşayır. adama verin. Yağın ondan razılıq aldılar, nətər oldu, başladı işləməyə, yəni orada xüsusi təyinatlılarda. Sonra snayperçi idi, yaxşı göstərişləri olub yəni. O 3-cü dərəcəli rəşadət ordeni ilə Ali Baş Komandan tərəfindən təltif olunub. Yəni onun bu xidmətlərinin sayəsindədir. Düzdürmü Əzizə? Bəli. Eynən vurğuladığınız kimi və hər zaman arzusu olub hərbiçi olmaq. Yəni əmmin vurğuladığı kimi eynən. Sadəcə olaraq nə bilim, o şəhadət hər insana qismət olmur, uca məqamdır. Allah şəhidlərimizin şəhadətini qəbul etsin. Bir bacımız vurğuladığı kimi şəhidimizin başçısı ki, o həqiqətən də şəhidlərimiz seçilir bizim. Çox sağ olun Nurani xanım, yenə də dəvəti gəlmisiniz. Allah sizdən də razı olsun. Hər zaman siz şəhidlərin, qazilərin yanında olmusunuz, işıqlandırırsınız. Bax bu mübarək və qəhrəman oğulların döyüş yolu haqqında
danışanda bir məqsədimiz olur. Bizi izləyən, Qarabağ Azərbaycandır proqramını izləyən bizim yeniyetmələrimiz ki var, elə Cəmşid Naxçıvanski adına liseyə getdiyi vaxt neçə yaşı var idi? 14-15 yaşı vardı. İndi hal-hazırda 14 yaşlı, 15 yaşlı yeniyetmələr var ki, hərb sənətini özlərinə peşə seçmək istəyirlər. Onlara göstərmək istəyirik ki, vətəni fikrət kimi sevmək lazımdır. Əgər sən hərbiçi olmaq istəyirsənsə, sən hər zaman hazır olmalısan. Fikrət kimi, gözünü qırpmadan, qorxmadan, çəkinmədən vətən uğrunda canını qurban verməyə hazır olmalısan. Əgər sən vətəndaşı olduğun ölkənin o hərbi geyimini geyinəcəksənsə, bax buna hazır olmalısan. Necə ki Fikrət hazır idi. Gəlin Fikrətin aldığı, daha doğrusu qazandığı 3-cü dərəcəli Rəşadət ordeni Ali Baş Komandanın imzası ilə. Aha. Kəlbəcərin azad olunmasına görə medalı. Bunu Fikrətin özünə vermişdilər, özünə təqdim eləmişdi komandiri. Silahlı qüvvələrin 100 illiyinə bağlı. O vaxtı hərbi xidmətdə idi, onunla bağlı özünə təqdim olunmuşdu bu medal. Gör qismətdən Füzuli rayonunun azad olunduğuna görə bu medalda tərtib edilir. Niyə qismətdən deyir? Çünki özüm də Füzulidəyəm, Bəli. mənim qardaşım da Füzulidədir. Elə Füzulidə də şəhid olub. Bəli, qismətdən də o çıxdı qarşıma. burada isə deməli Vətən uğrunda medalı, hər bir şəhidimizi, hər bir qəhrəman oğlumuzu dünyaya gətirən bir qəhrəman ana var. O oğullarımıza o vətən sevgisini laylayı ilə bildirib. Verdiyi tərbiyəsi ilə bildirib. Bax, o anaların qarşısında hər birimiz baş əyirik. O analar sözün əsl mənasında bir Azərbaycan anasının simvollarıdır. Qəhrəmanı böyüdən də qəhrəman ana olmalıdır. Qeyrətli oğlu böyüdən də qeyrətli kişi, qeyrətli qadın olmalıdır. Bəli, o evdə halal çörək olmalıdır. Bəli, o evdə Azərbaycan məhəbbəti olmalıdır. Olmasa mümkün deyil. Düzdürmü? Düzdür. Vallahi mən o uşaqdan nə qədər danışsam, yəni ki, bəlkə də kitaba sığmaz onun vətənpərvərliyindən. Mənim bir dəfə ona bir sualım olub. Aldığım cavab da bu olub. Dedim Fikrətə ki, oğlum, sən üçün vətən irəlidir, ana irəlidir. Dedi ki, vətən. Dedim, niyə? Onun cavabı o oldu mənə ki, vətən olmasa ananı neyinirəm? Neçə yaşı vardı bu sualı siz ona verəndə? O sualı mən ona verəndə onun var idi 17 yaşı. 17 yaşı var idi. Universitetə hazırlaşırdı, bəli. Universitetə hazırlaşırdı. Hazırlaşırdı deyəndə daxil olmuşdu, daha doğrusu oxuyurdu. Səhv eləmirəmsə birinci kursdu idi, ya ikinci kursa hazır gedəcəkdi, belə. Onun mənə verdiyi cavab oldu ki, vətən olmasa mən ananı neyinirəm? Öncə vətən. Bəli, o özünü çox hazırlaşdırırdı, həqiqətən hazırlaşdırırdı. Balaca uşaq idi, bəlkə siz də xatırlayarsınız, Saman yolu var idi Türkiyənin. Orada Sunqurlar gedirdi, Sunqurlar döyüş filmi gedirdi. Dərslərini oxuyurdu, yazılarını yazırdı, onun yarısı o başlayırdı. Onun yarısında həsrətlə oturub o kinoya baxırdı. Hər dəfə də orada bir snaperçi var idi, Şahin adında oğlan idi. O Şahini izləyirdi. Snaperçi. Həmən snaperçi Şahini izləyirdi. Elə bil onda o öz ssenarisini yazırdı ki, mən snaperçi olacam. İdeal götürmüş. Həmən o Şahinin elə bir hərəkətlərin, onun nətər deyim, izləyə onu elə bir beyninə həkk eləyirdi ki, mən belə olmalıyam. Sonra ancaq o elə bir döyüşdən sonra idi, müharibədən sonra idi, şəhid olandan sonra idi, yoldaşları bura gəlmişdi, düzdür, mən olmamışam o söhbətin içində. Onlar deyirdi ki, o snayperdən dərs keçirdi, Yəni bir dərs öyrədirdi. o yarışlar keçirilirdi. Məsələn 20 ilin snayperləri var idi. Bu da 1 il yarım idi. Bir onlardan sərrast atırdı. Bu birinci yerə çıxırdı. Onlar ikinci, üçüncü yerə. Beləskə bir snayper. Sərrast atıcıymış da. Sərrast atıcıymış. Yəni
Yəni hər sənətimdir, yəni o. Sevirəm, çox bəli. Amma onu da özünə sığışdırmırmış ki, o birinci yerə çıxır. Deyirmiş ki, gəlirmiş komandir deyirmiş ki, birinciliyi verək desə, deyirmiş ki, yox, o 20 ilin snapersinin haqqını yeyə bilmərəm mən. Onlara verin birinciliyi, mən ikinci, üçüncü yerə tuta bilərəm. Onu da özünə sığışdırmırmış, onu da özünə nətər deyim bir şey bilirmiş ki, yox da o haqqını yeyə bilmərəm də 20 il snapersinin. Təcrübəsi məndən. Hə, amma birinciliyə bu çıxırmış. Sərras atıcı. Düşmənin 93 Canlı qüvvəsini məhv eləyib. Məsələn, biz o ilə danışanda əksər hallarda danışanda görüntülü çox danışa bilmirdik. Görüntülü danışmırdı. Danışanda da orada hərbçiymiş də. Hər şey biz ondan nəsə soruşurduqsa o əli ilə belə elirdi ki, yox. Ya belə eləyirdi, ya belə. Yox, olmaz. parol imiş hə. Hə, suallara cavab ver. Kimi deyirdi ki, olmaz o barədə danışmayacaq. Hə. Nə də evdə gəlib, o bizə heç nə demirdi. Məlumat verir. Vermirdi. Haça məsələn yazırdım ki, Fikrət nə edirsiniz? Oradan nə qarırsınız? Qağa, vəziyyət nətərdir? Deyirdi, yatırıq mama, yatırıq. Bir dənə sözü vardı, yeyib içib yatırıq. Hicran xanım, əziz anamız, sizin bax bu sözlərinizi biz həm mən, həm də Qarabağ Azərbaycandır verilişinin daimi izləyiciləri əksəriyyət hərbiçi valideynlərinin, şəhid olan hərbiçilərimizin valideynlərinin dilindən eşitmişik. Mən buradan belə bir qənaətə gəlirəm ki, demək ki, Azərbaycan hərb sənətini hərbiçilərimizə çox gözəl öyrədirlər. Çox gözəl öyrədirlər. Baxın, bir hərbiçimiz bəli, bir dəfə də olsun valideynlərinə nə müharibədən öncəki dövrdə, nə müharibə gedişatında bir məlumat verməyiblər. Görün, bizdə Azərbaycanda hərb sənəti nə qədər ciddi və yüksək səviyyədə qorunur və öyrədilir. Hərb sənətinə də ümumiyyətlə hərbiçi o sonradan o deyirlər yaranmır, hərbiçi doğulur. Ruhda olmalıdır bu hərbiçi və o ruhda olan insanlar da, hərbi ruhunda olan, hərbi ruhunda olan insanlar da seçilir və götürülür xidmətə. Və belə insanlar olmalıdır da hərbiçi. Yəni bu vətəni kim azad edə bilərdi? Bu xislətdə olan oğullarımız. Yəni başqa cür o vətənpərvər, bu ruhda böyüyən, bu tərbiyə ilə böyüyən. Yəni fikir verirsinizsə şəhidlərimizin əksəriyyəti sözləri hamısı eyni, üst-böyüs gəlir, üst-üstə gəlir. Sanki elə bir hamısı bir ana, bir ata tərbiyə edir. Bəli. Allah şəhidlərimizin anasını, Allah şəhidlərimizin analarına, valideynlərinə, doğmalarına, yaxınlarına səbir versin. Amma həqiqətən də mənim bir sözüm var. Düzdür, valideyn üçün itki çox ağır bir şeydir. Yəni o şəhidləri mən özüm orada olmuşam, görmüşəm. Yəni orada olanda insan hər şey adaptasiya olur da, adi, yəni doğma kəsin də dünyasını dəyişəndə adi gəlir insana. Sonradan insana çatır, sonradan insan başa düşür. Orada çox adi gəlir insana. Amma həqiqətən də şəhidlik məqamın dərindən dərk eləsək çox uzun məqamdır. Yəni bir insan ki 80 il, 70 il ömür yaşayır, aqibəti necə olur bilinmir. Amma şəhid əbədi yaşardı. Həm Allah dərgahında, həm də bəndə dərgahında. Bəli. Həm də şəhid olan kəs xalqını, millətini nədənsə xilas edir. Məsələn, bizim şəhidlərimiz bizim azadlığımızı, müstəqilliyimizi, suverenliyimizi xilas etdilər. Hüququndan keçən əsgər, öz azadlıq hüququndan keçir, orada vurğulanır o. Canından keçən bizim əsgərlərimiz, əsgər oğullarımız, o oğullarımızdan biri də Malikdir, əziz tamaşaçılarımız. Bizim bacımızın, bizim Ruhiyyə bacımızın qardaşı və Malikin şəhadətə ucaldığı tarix bizim o qanlı qadalı 1-ci Qarabağ müharibəsinin devri və Xocalı faciəsi, ərəfələri, o kənddən faciəvi şəkildə onların çıxışı və elə kəndin çıxışında onun şəhadətə ucalmağı, hətta sizə deyim ki, Malik atasının gözünün qarşısında vurulub. Ata bunu gözləri ilə görüb. Bir ata üçün bu nə qədər dəhşətlidir, bunu sözlə ifadə etmək mümkün deyil. Malikin bu günə qədər hələ də nəşri tapılmayıb.
Malikin bir məzarı yoxdur. Malik itkin şəhidlərimizin sırasındadır. Amma siz baxın ki, və mən istəyirəm ki, bunu bizim yeniyetmələrimiz, gənclərimiz bunu dönə-dönə bu tariximizi oxusunlar. Çünki tarix oxunduqca, tarix öyrəndikcə daha yaxşı dərk olunur. Görün nə qədər dəhşətli bir vəziyyətdir. Oğlu atasının gözünün qarşısında belə deyim, güllələmək. Bu böyük bir dəhşətdir. Övladı valideynin gözünün qarşısında bu artıq insanlığa sığmayan, bu artıq yerə göyə sığmayan həqiqətən bir faciədir ki, o faciəni bizim başımıza, Azərbaycan xalqının başına gətiriblər. Mən Malikin bacısı olmağımdan çox qürur duyuram. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Allah uzun ömür versin onlara. Onlar da şəhidləri bilirik ki, bunlar şəhid olub, ancaq qazilər canlı şəhidlərdirlər. Çünki onlar elə bir yollar keçiblər, elə bir ağır yollardan keçdilər. Mənim 2 qardaşım, biri Kaliningradda Fuad oxuyurdu, Malik isə Vladikavkazda oxuyurdu. Bunlar 2-ci kursda, 3-cü kursa keçəndə bizdə müharibə başladı. Mənim atam Füzuli rayonu Qarxanbəli kəndinin Sovet sədri olub uzun müddət. Və o müharibə başlayanda mənim atam dedi ki, mənim evladlarım başqa dövlətdə xidmət eləyə bilməzlər. Onların ikisini də qaytardı Azərbaycana. Salyansk kazarmaya gəldi onlar ikisi də. Və o nişanlı idi. Ona 10 gün vaxt verdilər də ki, bəli, Malik nişanlı idi. 10 gün ona vaxt verdilər ki, evlənmək. O dözmədi kəndin uğrunda. Şəxsən atam sədri idi, kəndi çıxardırdı, mal qarasını bilirsiniz də bunları, qanun işinin başındaydı və qardaşım dözmədi. Allaha and olsun, onu heç kim çağırmamışdı o vaxt heç, amma şəxsən o nişan günü qolundan yaralandığı üçün onu qolunu gizlətmişdi belə ki, görsənməsin də. Yaralı olmuşdu, Gəncə batalyonunda olmuşdu. Ancaq həmin moment o özü könüllü olaraq qoşuldu da, yəni könüllüsüz o hərbi formada təzə forması var idi özdə. Təzə formasında və getdi kəndin uğrunda şəhid oldu və atamın gözünün qabağında vurdular onu. Və papam onu görəndə ki, oğlum vurublar, o düz özü mənə şəxsən danışır. Dedi, qızım, nəyə lazım idi ki, daha yaşamağımda? Düz gəldim ki, məni düz yolun içindən, dümdüz Allah'a and olsun. Yəni, o haqq dünyadadır, mənlə haqq. Dedi, düz gəldim ki, məni vursunlar, məni də vursunlar da. Bir də təzdən, bir qolu yoxdur xatamızı, qol güllələrini təmiz. Deyir, bir də sürünə qayıtdım ki, uşağı maşından çıxardım da, bəlkə ayılıb yenə özünə gəlib. Bir deyir, də ata qayıdıb, bir də, bəli, bunu bütün bizim kəndin orada görənlər olub da. Bir də qayıdıb görüb, yox, şəhid olub, bəli. Mən bizim kəndin Rəfail adında sakininin avtobusu var idi. Demək ki, o momentdə atışma vaxtı hamı Kələsər bizdə üzümlüyə deyirlər də. Üzüm sahələrində gizlənənlərimiz olub, kənd cəmaatımız. Orada ölənlər, şəhid olanlar hamısı da kəndin cəmaatı yox, Alxanının üzümlüyü deyilən yer olub da. Qarxanbəlinin çıxacağı. Biz Qarxanbəli, bəli, Qarxanbəlidən kəndinin cəmaatı. Bilib elə başa düşüblər ki, bu Rəfaildir avtobus sürən. Akazva isə Rəfail yox, o erməni üzrə oturub avtobusun arxasında və hamıya siqnallayıb ki, cəmaat hamısı doluşsun. Cəmaat da hamısı doluşub avtobusa. Bir avtobus adam. Təsəvvürünüzü götürün ki, avtobus erməni içəri girəndə baxıblar avtomatdan 2 dənə erməni. Gəlib keçəndə mənim atamın Nivası var idi. Görüblər ki, papamın maşını oradadır. Bir uşaq bu dəqiqədə hal-hazırda uşaq mən 32 ildən sonra uşaqla danışdım. 32 ildən sonra nəzir payladım ki, mənim həmin dəqiqə qardaşım şəhid olub. Çox sevindim ona ki, o vaxta qədər zaten dəli oldu. Hər gün deyəndə ki, bir əsri görəndə ölürdük, 10 dəfə dirilirdik. Həqiqətən çox çətin və sonra deməli hamı o uşaq görən kimi deyib ki, Mənaf müəllimin bax, ata deyib bax, Mənaf müəllimin maşınıdır. Erməni avtobusdan düşüb, maşını açıb, qardaşımı silah boğazının boynundan belə asılıymış. Silahı götürüb tullayıb, qardaşımı da o dediyi budur da, yəni ki, gördüyü uşaq, indi yekə oğlandı da, 40 yaşı olar. Götürüb, qardaşımı sürüyüb, atıb yerə, hərbi formada təzə. Sonra isə bir dənə də adam görüb, fakt ki, o
ayaqqabıları zadı görsənib, amma üstünə nəsə atmışmışlar da. Fakt oradaymış neçə vaxtdan sonra. Yəni Sonra- qardaşınızın dəqiq həmin vaxtı Dəqiq bəli, şəhid orada olduğunu şəhid olduğunu 32 bildik. ildən sonra 32 ildən bildiniz. sonra bizim kəndin görüşü oldu. 32 ildən sonra o uşaq mənlə danışdı. Dedi bacı sənin qardaşın həmin dəqiqə özü başından vurulmuşdu sol tərəfdən. Tapılmıyor. Nəsə çox ağır bir dərd oldu ki, qardaşımız nə bilim, o bir seçilən həqiqətən də şəhidlər seçilirlər. Həqiqətən də 5 qardaşımın 2 qardaşım da ondan əlavə rəhmətə gedib. Amma inanırsınız ki, o qardaşım bir başqaydı da bizim üçün. Bilirsiniz necə? Tamamilə gülərüz, ağıllı, savadlı, Malik. çox gözəl. Həqiqətən həm gözəl idi. Nə bilim, qurban Allah. Sonra isə mənim o biri qardaşım da Bakıda Salyans kazarmadaydı və o heç kimə demədən könüllü getdi. O qardaşımın getdi, qisasını aldı. Nə bilim, bu günə qədər də qardaşım tapılmayıb. Qurban demişəm ki, inşallah mənim qardaşım tapılsın, qurbanımı kəsin paylayım. Bilim ki, heç olmasa hardasa bizim nə qədər analarımız, nə qədər atalarımız gözü açıq gediblər bu dünyadan. Çünki 1-ci Qarabağ müharibəsində bizim xeyli itkin şəhidlərimiz var ki, analar, atalar onlardan xəbərsiz qaldılar. Amma bizim Vətən müharibəsindən sonra torpaqlarımız ki işğaldan azad olundu, bizim xeyli şəhidimizin nəşi tapıldı dövlət səviyyəsində, onların yenidən dəfni reallaşdırıldı və bir xeyli də şəhid ailəsinin gözü yollardan yığıldı. Bunu da yenə bizim Fikrət kimi oğullarımız, şəhid oğullarımız və müharibədə iştirak edən bizim qəhrəman oğullarımızın sayəsində oldu. Əziz qardaş, bir də xoş gördük sizi. Söhbətimizin elə tən ortasında gəldiniz, çıxdınız. Fikrətin qonaqlarısınız. Biz də bugün Fikrətin qonağıyıq. Fikrətin ocağına gəlmişik, onun ziyarətgahına gəlmişik. Gələn hər bir kəsə Hicran ananın adından deyirəm, xoş gəlmisiniz əziz qardaşım. Siz yəqin ki 1-ci Qarabağ müharibəsində iştirak eləmisiniz. Siz bizim Azqabul rayonumuza xoş gəlmisiniz. Çox sağ olun ki, bizim rayonumuzda olan Vətən müharibəsi şəhidi Zeynalov Fikrət Hikmətoğlunun evini, ailəsini ziyarət edirsiniz. Mən şəxsən öz adımdan, Azqabul qazilər adımdan sizə təşəkkürümü, minnətdarlığımı bildirirəm. Yəni çox şəhid ailəsini ziyarət eləmək hamımızın borcudur. Sağ olun, mən sizin çəkilişlərinizi də görürəm. Yəni həmişə şəhid ailələrin, qaziləri öz verilişlərinizdə, televiziyalarda işıqlandırırsınız. Mən Abdulov İntiqam Səttaroğlu 1-ci Qarabağ müharibəsi dövründə Ağdam kəndində Qaraqayla deyilən ərazidə kəşfiyyatdan qayıdarkən minəyə düşmüşəm. Sol ayağım, mənim demək o protezlə, yəni sol ayağım işləmir. Amputasiyadır, hə. Yəni mən yarım saat orada düşmən pulemyotdan atəşəsi məni götürmək mümkün olmurdu. Yəni mən orada son anda məni Gəncə hospitalına çatdırıblar. Yəni xeyli qan itirmişdim. Yəni götürə bilmədilər məni. Yenə Allaha şükür olsun ki, yəni bu gün biz fərəhlə deyirik ki, yəni düz əziyyət çəkirəm mən. Fiziki cəhətdən sağlamlığım yerində deyil. Amma yenə də sevindiricidir ki, vətən uğrunda, vətən keşiyində durarkən bu vəziyyətə düşmüşük. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Yəni bizim üçün də xoş oldu sizi bugün burada görmək. Həqiqətən Azqabul qaziləri adına yenə də təşəkkürümü bildirirəm. Biz 2020-ci ildə Vətən müharibəsi başlayan gündən deməli Azqabul rayon hərbi komissarlığının qarşısında bu çağırışa gələn uşaqların yola salınmasında axıra kimi iştirak elədik. Bəli, bəli. Bizim Azqabul rayonundan 700-ə yaxın səfərbərliklə hərbi müharibəyə cəlb olundular. Bir 60-a yaxın könüllü. Onlardan biri də Zeynallı Qadir, hə, yəni könüllü müharibəyə qatıldılar. Yəni könüllü müharibəyə qatılmaq hər adamın işi deyil də. Yəni o bilir ki, orada ölümə gedir. Gözü görə ölümə gedir. Bu hər bir adamda bu cəsarət ola bilməz. Yəni bizim Azqabul gənclərində bu cəsarət var idi. Yəni mən öz gözümün şahidi olmuşam. Bunlardan biri də Qadir Zeynallı yanımızda oturub. Yəni onlar oradan sağ qayıtmaya da bilərdilər. Ona görə də biz bu müharibəni utduq. Belə də olmalı idi, əlbəttə belə də olmalı idi. Çünki bizim prezidentimiz Cənab İlham Əliyev idi. Hacı Qabula, əziz tamaşaçılarımız, hər zaman xoş günlərə, şad günlərə gələk. Bir daha ölkəmizdə, Azərbaycanımızda müharibə olmasın. Yalnız şadlıqlarda şəhidlərimizin ailələrində, bax bu qəhrəman oğullarımızla şəhid anamızın yanına gələk. Hey Hicran ana. Bəli, Allah canınızı sağ eləsin. Hər vaxt qapımız üzünüzə açıqdır. Nə vaxt istəyirsiniz buyura bilərsiniz. Gələ bilərik.
Gələ bilərsiniz. Bəli. bilərsiniz, yəni qapıdan Buyura içəri girə bilərsiniz. bilərsiniz. Qapı açıqdır. Ha, qapı açıldı Nə yəni. vaxt istəsiniz qapımız açılır. Bəli. Bizə bütün Azərbaycanın rayonlarına gedəndə şəhidlərin valideynləri söyləyirlər ki, elə bilin ki, burada bir eviniz var. Nə vaxt gəldiniz, gəlin. Hər zaman da deyirlər, bacım, bax nə vaxt gələcəksiniz. Mən də hansı rayondakı belə istirahət zonaları olan rayonlarımız da var da. İndi belə deyək də, Gədəbəy ilə Hacıqabul axı eyni deyil. Qadir gülür. Hə, indi Quba ilə Hacıqabul eyni deyil. Amma baxmayaraq, əziz tamaşaçılarımız, qış aylarında xüsusilə yolunuz buradan keçdisə, gecələməyə yeriniz olmadısa, hara gəlirsiniz? Fikrətgilin evinin qapısı açıqdır. Qapını döymədən belə içəri girib, elə bircə kəlmə desəniz ki, Hicran ana gəlmişəm, Fikrətin qonağıyam. Bəli, gələ bilərsiniz hər zaman. Allah sizdən. Vallahi günün hər vaxtı, gecə olmuyor, gündüz olmuyor, hər vaxtı, yəni qapımız üzdə açıqdır. Nə bilim, üzümüz sizə gülər üzlə sizi qarşılamağa, nə bilim, səmimi qəlblə qarşılamağa hazırıq. Vallahi Allah canınızı sağ eləsin. Nə vaxt istəsiniz, bu ev sizin qulluğunuzdadır. Allah sizi qorusun. Çox təşəkkür edirəm, minnətdaram sizə. Əziz tamaşaçılarımız, bizim çəkiliş qrupu ilə elə Hacıqabulun girişində, Rəncbər kəndinin girişində bizim mübarək şəhidimizin Fikrətin adına bir bulağın da olduğunu gördük. Əslində mən düşdüm, bulaqdan bir su da içdim, amma xahiş eləyəcəm qardaşlarımızla bərabər o bulağın suyundan birlikdə gedib su içərik. Çünki o bulağın suyu ehsan suyudur. Birazdan bax orada çəkilişimizi davam eləyəcəyik. Məktəbimizin həyətində də bir bulaq açılıb, yəni o da elə Fikrətin adına. Buradakı bu, yəni ikinci bulaqdır. Yəni bu kənd cəmaatı da sağ olsun. Yəni bir dənə şəhidimiz var, oluydu, İraq olsun, heç olmaydı ümumiyyətlə. 10 dənə də olsaydı, 100 dənə də olsaydı, kənd cəmaatı yəni belə nə deyim. Elə bir öz doğma bağlarıdır, valla. Rəcbər kəndinin yeganə şəhididir. Yeganə şəhiddir, bəli. Rəcbər kəndinin inşallah ki, bundan sonra müharibə olmasın və elə əbədi olaraq Hacıqabulun Rəcbər kəndinin bir tək şəhidi, bir tək qəhrəman oğlunun adı olaraq Zeynalov Fikrəti tanıyaq. Tamaşaçılarımız, biz Hacıqabuldayıq. Bura Hacıqabulun Rəncbər kəndidir və burada bir qəhrəman oğlumuzun bulağını hal-hazırda gördünüz. Mənim bizim yeniyetmələrimizə, gənclərimizə bir tövsiyəm var. Əziz gənclərimiz, harda bir şəhidin bulağını gördünüzsə, xüsusilə yol kənarında olan bulaqlarımız, yağış yağır, gün olur, hava küləkli olur, tozlu olur, şəhidlərimizin bulağını təmizləmək bizim üzərimizə düşür. Mən sizdən təvəqqə edirəm, harda bir şəhid bulağı gördünüzsə, mütləq o bulağın təmizliyinə siz də xüsusi olaraq diqqət yetirin. Əziz tamaşaçılarımız, biz mübarək şəhidimizin ziyarətinə gəldik, məzarını ziyarət eləməyə gəldik. Əziz qardaşım Qadir, aç qapını. Gəl anam, gəl. Və bir də onu demək istəyirəm ki, bax bu əlimizdəki bu gül çiçəyi ki görürsünüz, Ruhiyyə bacımızla bərabər ilə Fikrətimizin, mübarək şəhidimizin həyətindən yığmışıq. Düzdür ana? Qazilərimiz də buradadır. Fikrətlə bir yerdə döyüş meydanında olan qəhrəman oğullarımız da buradadır. Hər biri buradadır qardaşlarımızla bərabər. Və şəhidimizin huzuruna gedirik. Şəhidimizə salam verməyə gedirik. Allah hər birinizə qismət etsin. Bax bu getdiyimiz yol ki var, şəhidimizin huzuruna bizi aparan yol. Bu yol o qədər müqəddəs yoldur. Bu yolla biz getdik, bu qəhrəman oğullarımızla Şuşamızı, Xankəndimizi, Qarabağımızı işğaldan azad elədik. Bizim borcumuzdur şəhid ailələrinin, şəhid məzarlarını ziyarət eləmək. Allah anamıza səbir versin, atamıza səbir versin. Siz də xoş gəlmişsiniz bizim rayonumuza ki, bizim rayonda gəlib şəhid ailələrini yad eləyirsiniz.
Təşəkkür edirik öz adımızdan sizə. Rayon qaziləri adından sizə təşəkkür edirik ki, yəni siz gəlib öz verilişinizlə, öz televiziyanızla bizim rayonumuzda şəhid ailələrini çəkirsiniz, onları yad edirsiniz. Oğlum şəhiddir ana, sil gözünü ağlama. Min dəfə dirilsəm yenə canım fəda. Ata mənə söylədi ki, siz otaqda deyildiniz, otaqdan çıxmışdınız. Ata mənə söylədi ki, Kamranın qolu o minamyot zərbəsindən yaralananda deyəsən yanında olmusunuz. Bəli, mən içəridə onu vurğulamadım. Bir şey vurğulamaq istəyirəm ki, mən oktyabrın 15-i Hadur istiqamətdə yaralananda mənim ilk tibbi yardımı Fikrət eləyib. Gələn kimi elə yaralandım, bir 5-15 dəqiqədən sonra Fikrət özünü çatdırdı, gəldi. Bizdə belə bir şey var, yaralanırsa özün baxmalı deyilsən, onu sənin döyüş yoldaşın, sən ilk tibbi yardım göstərən baxmalıdır. Elə gələn çatan kimi uzman narahat olma, paltarımı cırdı, ikinci tibbi yardımı elədi. Hətta dedi ki, jugutu vururam, amma qan ikisi çoxdur. Amma jugutu tam vura bilmirəm. Yəni mənim bugünkü gündə, yəni bu həyatda yaşamağımın, bu həyatda yoxsa qalmamın ən böyüklərindən Zeynalov Fikrət, bizdə gizir həkim var, Bəbir Lasif var. Yəni ilk tibbi yardım elə bir şeydir ki, yaralının belə deyim də yaşam səbəbini, bəli, ilkin tibbi yardımı göstərən şəxsdir. Ona görə də bugünkü gündə Zeynal bizim üçün yəni unudulmayan bir şəxsdir. Allah ona qəm-qəm rəhmət eləsin. Bəli, ilk tibbi yardımı, ilk tibbi yardım göstərən Zeynal Fikrət. Bugünkü gündə onun ziyarətindəyik. Yəni bu sənin ziyarətindən gözəl şey yoxdur Fikrət. Allah sənə rəhmət eləsin, yerin cənnət olsun, ruhun şad olsun. Məkanı cənnət olsun bizim qəhrəman oğlumuzun, qəhrəman Fikrətimizin. Bu oğulların sayəsində biz bugün Qarabağ torpaqlarını işğaldan azad etmişik. Bu oğulların sayəsində bugün Xankəndində bizim üç rəngli ayılduzlu bayrağımız vüqarla dalğalanır. Bəli, biz Azərbaycanın suverenliyini bərpa etdik. Məhz bayrağımız Xankəndinə sancılandan sonra. Siz kəndin ağsaqqallarısınız. Gəlin bura zəhmət olmasa. O günləri istəyirəm xatırlayaq. O müharibə başlayanda Hacı Qabul cəmaatı necə ayağa qalxdı? Hacı Qabul gəncləri necə ayağa qalxdılar? Hərbi səfərbərlik binasında millət hamı döyüşlərə getmək həvəsində idi. 7-dən 77-yə. 7-dən 77-yə. Neçədən avtobuslar yola salındı, hələ gözləyənlər də oldu ki, biz gedək torpağımızı azad edək. İntiqam müəllim, siz dediniz ki, neçə nəfər könüllü olaraq Bizim Hacıqabul rayonundan 2020-ci il Vətən müharibəsinə 70-ə yaxın könüllü qatıldılar və onlardan şəhid olanları da oldu. Yəni könüllü qatılanlardan biri də yanımızdadır, Genalda Qadir. Yəni müharibəyə könüllü qatılıb. Bəli, 700-ə yaxın səfərbərliklə çağırışçılarımız oldu. Yəni biz özümüz də 1-ci Qarabağ müharibə iştirakçı olaraq həmin çağırışçı yola salınma mərasimlərində iştirak edirdik. Cənnət olsun və onu da diqqətinizə çatdıraq ki, əziz tamaşaçılarımız, Hacı Qabulun bura Rəncbər kəndidir və Rəncbər kəndində yeganə olaraq bir tək şəhidimiz var. Qəhrəman oğlumuz, şəhid Gizir, xüsusi təyinatlı qüvvələrin giziri Fikrət Zeynalov Hikmətoğlu. Bizim hicran anamızın qəhrəman oğlu. Bəli, qəhrəman oğlu. Belə qəhrəmanlar çoxdur mənim oğlumun timsalında. Yəni ki, onlarla biz fəxr edirik. Çünki onlar həmişə yaşa Azərbaycan deyərək irəlilədilər. Torpaqlarımızı azad elədilər. 91-92-ci il müharibəsində şəhid olan yerlərimizin, uşaqlarımızın deyək də, evladlarımızın deyək, qanını yerdə qoymadılar. Əsasən də Xocalı faciəsinin qanını yerdə qoymadılar. Biz onlarla qürur duyuruq. Yaşasın Azərbaycan deyərək. Hər biri ilə. Və bir daha diqqətinizə çatdırmaq istəyirik bizim izləyicilərimizin. Qəhrəman oğlumuz hələ yeniyetmə olarkən
hərb sənətini o qədər sevirmiş ki, Cəmşid Naxçıvanski adına hərbi liseyin tələbəsi, şagirdi olmaq istəyib, amma müəyyən səbəblərdən daxil ola bilməyib. Arzusunu ürəyində saxlayırmış və hətta sizə də deyib ki, bir dəfə danışıqlarında deyib ki, ana sual verib ki, vətəni seçərsən, yoxsa ananı deyib ki, yox, mən vətəni seçərəm. Elə vətəni də seçdi. Vətən boyda ürəyi olan oğullar idi, Fikrət kimi oğullarımız vətəni seçdilər. Hərb sənəti çox çətin sənətdir. O çətin sənəti seçdilər, şərəfli sənəti seçdilər və bugün Qarabağımızı işğaldan azad edib Azərbaycanlılara qaytardılar. Bugün belə deyim, işğaldan azad olmuş ərazilərimizdə məktəblərə ki, körpələrimiz gedir. Doğum evlərində oğlan uşaqları dünyaya gəlir, övladlar dünyaya gəlir. Onların hər birin sizin sayənizdədir. Sizin əziz atamız, əziz anamız sizlərin sayəsindədir. Çünki o övladları siz böyütdünüz, siz onlara vətən sevgisini aşıladınız. Belə deyək, dünənə qədər Fikrəti bir Hacıqabulda, bir Rəcbər kəndində, bu kəndin cəmaatı, bu kəndin sakinləri tanıyırdı. Amma bugün o bütün Azərbaycanın oğludur, bütün elin oğludur və sizin soyadınızı ellə bir edib. Düzdür. Şan şöhrət gətirib soyadınıza. Qadir bugün bir qazi olaraq, bir müharibə iştirakçısı olaraq bizi əgər Qarabağ Azərbaycandır proqramını bura dəvət edibsə, Hacıqabula dəvət edibsə, o öz soyadını şan şöhrət gətirən Fikrətin adına dəvət edib. Belə olmasaydı biz bura gəlməzdik, düzdür? Bizi bura gətirən Fikrət. Bəli. Allah sizləri qorusun. Mən təşəkkür eləyirəm Hacıqabul cəmaatına. Ana da, ata da bizə söylədi ki, hər zaman bizim yanımızdadılar. Bütün önəmli, özəl günlərdə qapımızı açırlar. Bu birliyimizi qoruyaq, saxlayaq. Yəni, yenə də hər zaman kimi bir söz var, şəhidlərimizə borcluyuq hər şeyimiz. Ən əsası da o birliyimizi. Əlbəttə. Dəmir yumruğu yaradan bax bu oğullar idi. Ali Baş komandanın dəmir yumruğunu. Şəhidlərimiz, qazilərimiz, müharibə veteranları, şəhidlərimizi dünyaya gətirən analar, atalar, valideynlər, bütöv Azərbaycan. Bütöv Azərbaycan uğruna biraz öncə ağsaqqalımız da bax, Hacıqabulun ağsaqqalı da söylədi. 7-dən 77-yə hər zaman hazırıq. Bir daha ölkəmizdə müharibə olmasın. Müharibə ailələrə faciə gətirir. Müharibə olmasın. Amma əgər Azərbaycanın başının üstündə bir qara bulud olarsa, hamımız nəyik? Bir, Allah razı olsun. Bəlkə də burada olanlar indi birinci dəfə deyişlər ki, mən ən çətin günlərimdə gəlib oturub mənimə ən yaxın olan burada məsəl üçün əmoğlu da şəhidimiz. Gəlib otururam, dərdləşirəm. Hətta gecələr də bəzən gəlirəm, otururam, dərdimi deyirəm. Çünki mən bilirəm ki, məni görür və mən o Allahın dərgahındadır və mən Allahımdan istəyirəm ki, o mənim fikrlər eşitsin. İnan ki, Qadir eşidir, əziz qardaşım. Eşidir, şəhidlərimiz ölməzdilər və şəhidlərimizlə bir yerdə döyüşən o döyüş yoldaşları ki, əskərlərimiz var, zabitlərimiz var. Qarabağ döyüşlərində bir yerdə olan oğullar var. Onlar üçün o döyüş yolunu bir daha danışmaq çox ağırdır, amma o qədər də şərəflidir. Məkanı cənnət olsun, igid oğullarımızın, Azərbaycanımızın birliyi hər zaman var olsun və mən bir daha qəhrəman oğlumuzun atasına təşəkkür etmək istəyirəm. Bugün bizi evinizdə qəbul elədiniz. Süfrənizdə əyləşdik. Fikrətin adını dedik, gəldik. O bir stəkan çayınıza bizi qonaq elədiniz. Elə bil ki, böyük bir dünyanı bizə verdiniz. Allah canınızı sağ olun. Çox təşəkkür edirəm. Allah köməyiniz olsun. Mən də cəmi şəhidlərimizə rəhmət diləyirəm. Allah onlara rəhmət versin. Vətən uğrunda canlarını, qanlarını qoydular. Yəni o dəmir yumruğu, əsl dəmir yumruq eləyən bu oğullar oldu. Həm də həmçində qazilərimiz, onlara Allah şəfa versin. Müharibə iştirakçılarınızda can sağlığı arzulayıram. Amin, amin. Dəmir yumruğumuz hər zaman. Qadir, gəl bura, gəl əziz qardaşım, gəl bax. Bax, bizim o dəmir yumruğumuz budur, bax. Bax, o dəmir yumruğumuz budur. Allah ölkəmizi, millətimizi, xalqımızı bu birlikdən əskik etməsin. Hər zaman bir yerdə olaq və müqəddəs şəhidlərimizə də hər zaman alnı açıq, üzü ağ qarşılarında dayanıb
salam verməyi bacaraq. Çünki onlar hər biri bizim boynumuza bir haqq qoyub gedib. Vətəni birləşdirdilər. Vətənin suverenliyini bərpa etdilər. Amma bizim də boynumuza böyük bir yük qoydular, getdilər. Məhsuliyyət qoyub getdilər. Azərbaycanın bundan sonraki deyək ki, bütün işlərində hər birimiz vətəndaş olaraq özümüzün bir imzamızı atmalıyıq. Allah sizdən razı olsun. Hacıqabul cəmaatına bir daha təşəkkürümü bildirirəm. Yolunuz buradan keçəndə, Hacıqabuldan keçəndə bilin ki, Rəncbər kəndində bir qəhrəman oğul var. O oğulun adı Fikrətdir. Fikrəti ziyarət etməyi unutmayın.